Gördüğünüz L7 Max modelidir. 21 diskləri ilə sənədləşmə prosesini bitirmişik. İndi maşını aparacaq müəyyən dəyişikliklər etməyə bizə belə etibar edirlər. İzlədiyiniz üçün, dəstək olduğunuz üçün çox sağ olun və nə dəyişikliklər olacaq sizə çalışacağıq maksimal dərəcədə videoda göstərək. Bizi izləyin. Deməli, maşını da elə test drive edə bilərik. Hal-hazırda sürətli yola çıxmışıq. Sürət limiti 100 km/saatdir. Maşın özü texniki olaraq 100 km-i 5.5 saniyə yığır. İndi mən xətti dəyişirəm. Məsələn, xətt xəbərdarlığı verir mənə. Ümumi maşın 1.5-dir motor, mühərriki. 660 səhv eləmirəmsə maksimal dartı qüvvəsi var. 100 kilometrə istifadə elədiyi benzin məsrəfi təqribən 6-7 litr olur. Ola bilər qış aylarında, qışda yəni əlbəttə ki arta bilər.